Xoş gördük əziz tamaşaçılar. Həmsöhbətimiz Adilə xanım Çernikbülənd Odalovdan keçmiş, çox qəribə taley yaşamış bir xanımdır. İndi biz onunla müsahibə olacağıq, onun söhbətlərinin şahid olacaqsınız. Adilə xanım, xoş gördük sizi. Çox sağ olun, xoş gününüz olsun. Sizinlə burada çox tez-tez görüşmüşük. Sizin fəaliyyətinizlə mən çox yaxından tanışam. Amma həyatınızın elə məqamları var ki, onu nə mən bilirəm, nə tamaşaçılarımız bilir. Xahiş edirəm o üzübəri, İrandan üzübəri keçdiyiniz həyat yolunu, doğum tarixinizdən bir balaca tərcümə halınızdan danışın, sonra keçək fəaliyyətinizə. Olar mı? Oldu. Buyurun. Nə deyə bilərəm? Mən 1932-ci ildə Bakıda İranlı ailəsində anadan olmuşum. O zaman İranlar, Cənubi Azərbaycanlar xalların əlindən qaçan, xalların arasında müharibələr gedirdi. Anam danışırdı, Polatlılar, Əzəmət xanım, Yurtçular, Məcid xan. Bunların arasında torpaq üstündə, çay üstündə, su üstündə, yer üstündə müharibələr gedirdi. Çox adam öz balalarını o müharibələrdə qoruyub göndərirdilər bura. İş yox idi, işsizlik idi. Çox adam işsizlikdən gəlmişdi bura, neft qırıqlarında. O qədər İran Azərbaycanlıları ölüblər ki, qırıqlar alov tuturdu, yanırdı, bunlar ölürdülər qürbət ölkədə. Mənim atam da onlardan biri idi. Anam da yenə, atam Ərdəbil mahalında, Ərdəbilin Yurtçu kəndindəndir. Anam Ərdəbilin Qışlaq kəndindəndir. Evləniblər. Anam da onun dalıca gəlib Bakıya və mən burada anadan olmuşam. 32-ci ildə. Belə deyərik ki, o zaman Hitler Almaniyası İkinci Dünya müharibəsindən qabaq yavaş-yavaş Avropa ölkələrinə hücum edir və onları məğlub edib SSR-yə, Sovetlər ölkəsinə məqsəd o idi, gəlsin, çatsın Sovetlər ölkəsinə. Sovetlər ölkəsində deməli, əsas Azərbaycanın nefti. O zaman gərək ki, əgər səhv eləmirəmsə, ayrı yerdə neft çıxmırdı, Bakıda çıxırdı neft. Ona görə Almanları da Bakının nefti maraqlandırırdı, benzini maraqlandırırdı. Hitler gəlmək üzrə İkinci Dünya SSR bilirdi ki, Alman faşist Almaniyası gəlir SSR ilə müharibəyə. Onda yad adamları, kimin ki Sovet pasportu yox idi, Azərbaycandan çıxmağını tələb edirdi. Mənim atamın da pasportu İran pasportu idi, o dəyişməyib. Amma anam dəyişmişdi, Sovet pasportu almışdı. 37-ci ildən qabaq yavaş-yavaş Sovetlər ölkəsi təmizləyirdi öz içində, xarici vətəndaşları çıxardırdı. Ya vətəndaşlığı qəbul edin, ya vətəndaşlığı qəbul edin, pasportsuzlar dəyişir, ya da gedin ölkəzə. Bu 37-ci ildə qara maşın deyirdilər. Çünki bunlar bilirdilər ki, İran vətəndaşı kimdir. Qara maşınlar gecələr gəzir, adresdə İran vətəndaşlarını yığır maşının içinə, aparır Mırvaqzala, Mırvaqzal deyirlər də, dəniz vağzalı. Gəmi olan gəmilər dayanan yerə. Ora boşaldır gəmilərə, gəmilər dolanda aparır dənizlə Pəhləviyə, Əncəliyə, indiki Əncəli. Bəli, atam da o cür gedir Əncəliyə, orada boşaldırdılar. Anam bir müddət dayanır. Sizi burada qoyub gedir. Bir müddət dayanır. Fikirləşir ki, neçin uşağını atasız böyütsün. Adam gedir, pasportunu dəyişir.
İran pasportu alır, Sovet pasportu qaytarır, gedir, mərdi götürüb gedir. Biraz imkanlı adam idi. Deyirlər nikel kravatların içi torbalarına qızıl doldurur. O zaman belə aparat yox imiş də elə şeyləri görsün. Aparıb. Anam məni götürüb 37-ci ildə, 38-ci ildə səhv eləmirəmsə, gedir İrana. Pəhləviyə, Əncəliyə. 5-6 yaşınız Gəmirlər. olanda. Mən təxminən 6 yaşım olanda. Pəhləvidə nə qədər axtarır, atamı tapmır. Anam kimi arvadlar da var idi ki, ərlərini tapırdılar. Nə olmuşdu Təmxil müəllim? Deməli, bizə orada deyirdilər mühacirlər. Bizim çox ayrı cür adım, neçə cür bizim adımız var. Ərdəbildə deyirdilər çervon, lap təhqir edici. Çervon nədir? Çervon, qızıl onluq var imiş o zaman, Ruslar qiymətli pul imiş. O qızıl onluğun adı çervon imiş, çervon deyirlərmiş. Bizə də təhqir amiz çervonlar deyirdilər. Yəni mühacirlər yox, dönə-dönə adlarımız dəyişibdir, sonra demokrat olmuşuq, sonra nə? Yəni Pəhləvidə, Əncəlidə nə qədər axtarırlar, orada deməli, o kişiləri aradan aparmaq üçün qorxana deyirlər onlar, silah anbarı. Silah anbarını partladırlar özləri. Deyirlər ki, Bakıdan gələn kişilər silah anbarını partladı. O zaman, o devirdə nə qədər kişi var idi, hamısını tutub həbsə salırlar. Ta indiyə kimində o kişilərin taleyi bəlli olmadı. Öldürdülər mi, yandırdılar mı, əritdilər mi, heç kəs bilmədi. Anam da nə qədər qaldı Əncəlidə, gördü ki, bir uşaqla yad elli, anam Ərdəbilli qızı idi, yurtçu kəndindən idi. Qışlaqdan idi, sonra yurtçular, onlara yurtçu deyirlər, Poladlılar deyirlər, tayfaların özlərinin adları var. Məni götürür, fikirləşir ki, mən burada Əncəlidə heç kəs tanımıram, gedim Ərdəbilə, öz kəndimizə. Orada uşaqla görək nə edirik. Yadıma gəlir, Pəhləvidən mənim yadımdadır o. Astaradan keçəndə, Ərdəbilə gedən yolda belə bir sayın gədiyi deyirlər, dağ var. Dağdan yol açıblar, yol eləyiblər Astaradan Ərdəbilə. Orada bir gədik var, sayın gədigi, ora deyirlər. Orada elə külək əsir ki, adamları o yel aparır. O mənim yadımdadır ki, məni ata bağlamışdılar. Ki, külək məni aparmasın. O mənim nə üçünsə yadımdadır. Çatırıq Ərdəbilə. Adam fikirləşir ki, məni niyə kəndə aparsın? Ərdəbildə qalsın, pulu var, imkanı var, ev tutsun, yaşayaq. Bu arada müharibə güclənir, 2-ci Dünya müharibəsi. Rıza Şah əmr eləyir, Rıza Şahın vaxtıdır, Məhəmməd Rızanın atası. Əmr eləyir, mühacirləri hamısını sərhəddən İranla Azərbaycan, Cənuba, Şimali Azərbaycanla sərhəddir də, İranla sərhəddir. Hamını təbid eləyirlər. Azərbaycanca necə deyim, sürgün eləyirlər. Sürgün eləyirlər. Yəni, buradan gedən adamları sərhəddən sürgün eləyirlər İranın cənub hissəsinə. Çox isti yerlərdir. Ölkə daxilində, bəli, ölkə daxilinə sürgün eləyirlər. Ölkə daxilində cənuba. Orada o cənub hissəsində cəhənnəm istisidir. Hətta mən eşitmişdim ki, adamlar gündüzlər baseynin içində, çarxozun içində qalırmışlar ki, istiyə dözsünlər də, yəqin ventilator, kondisioner yox imiş. Belə. Sürgün eləyirlər. Amma hansı cavan qızlar ki, Bakıdan getmişlər ailələri ilə, Ərdəbillilər onlarla evləndilər. Gözəl qızlar idilər. Azərbaycanda, burada Bakıda azad nəfəs alanlar evləndilər. Kim ki İranlıya ərə getmişdi, onlara dəymədilər. Yerdə qalanları hamısını ərəbələrdə, nədə? Maşın yox idi, mindirdilər. O cənubdan, Azərbaycandan, şimaldadır da Azərbaycan. Keçən
cənuba qədər yollarda nə qədər qocalar öldü, nə qədər hamilə qadınlar öldü. Harda kim ölürmüş, elə orada bastırırmışlar, yəni yola davam eləyirmişlər. Burada bir xanım var, o xanım bu yaxınlarda görməmişim, hələ də var. Onları da Təbrizdən sürgün eləmişlər Bədirabada. Yollarda nə qədər adam tələf oldu. Anam da məni sürgün eləməsinlər deyə gedir bir Ərdəbilli kişiyə ərə. Ki, sürgünə getməyək biz. Yoxsa Sizi qorumaq üçün də. Məni qorumaq üçün. Ancaq Allah rəhmət eləsin, çox yaxşı kişi idi. Bunlar Ərdəbildə başladılar işləməyə. Misafirxanayı Xurşid deyirlər, indi deyirlər, adı o qalıbdır. Hotel deyirlər, misafirxana deyirlər, nə deyirlər bilmirəm. Ancaq hotel çox cəlalıyorlar. Bu, ikinci mərtəbədə olan böyük, bir 10-15 dənə otağı olan mehmanxana idi. Onu qururlar və başlayırlar işləməyə. Qulluqçuları olur, nökərləri olur, belə. Beləliklə, mən o sürgündən nicat tapıram. Aparmırlar, çünki əri Ərdəbilli idi. Keçir, gəlir, müharibə gəlir, yaxınlaşır. Sovet qoşunları gərək ki, əgər səhv eləmirəmsə, müqavilələri var imiş. Hələ Çar zamanından ki, əgər Sovetin bu torpaqları nə isə təhdid eləsə, bunların İrana girməyə haqları var. Şimal hissədən Sovet qoşunları, cənubdan İngiliz, Amerika, İrana daxil olurlar. Şimal hissədə Sovet qoşunları 41-ci ildə, səhv eləmirəmsə, yay ayı idi, iyun. Anam mənim əlimdən tutur Sovet qoşunları, Sovet aeroplanları, aeroplan deyirdilər də samalyotlara. Sovet aeroplanları gəlir, Ərdəbilin üzərindən keçəndə hamı elə bilir ki, bomba töküləcək, qaçırlar ora-bura. Anam da mənim əlimdən tutub, yadımdadır, aparır, Şamaçvi deyilən bir kənd var idi. Şamaçvi kəndinə, ki, kəndə ola bilər bomba atmayarlar. Əlbəttə, Sovet aeroplanları bomba atmadılar, elamiyyələr tökdülər yerə, cəmaata elan elədilər ki, bizim sizlə heç bir işimiz yoxdur, azad gəzə bilərsiniz. Onu da deyim ki, Rıza Şahın vaxtında qadınların çarqat örtməyə, çadır örtməyə haqqı yox idi. İndiki İslam kim çadır örtsəydi, onun çadırını alıb cırırdılar. Kim kasinka, yaylıq örtsəydi, onun yaylığını alıb cırırdılar. Rıza Şah azadlıq yaratmışdı. Hamı gərək qadınlar baş açıq gəzə. Bu Rıza Şahın devri idi. Anam o qədər Rıza Şahın devrində polislərlə dava eləyib ki, deyib, get öz arvadlarınızın qaydına qalın. Mənim bir dənə kəlağayı ömrümün axırına kimi mənim başımdadır, üzüm açıqdır. Rıza Şahın devrində deməli, Sovet hökuməti Amerika, İngiliz, İran dolandan sonra əlbəttə Rıza Şahı Xark adasına sürgün eləyirlər. Rıza Şahı yerində oğlu Məhəmməd Rızanı qoyurlar. Onu İngilislər gətirir. Rıza Şahı da İngilislər gətirmişdi. Amma Rıza Şah taxta çıxandan sonra özünü verdi Hitlerə, Almaniyaya. Hitlerlə oldular bacı qardaş. Sovet də ona görə ora hücum elədi ki, Azərbaycandan gəlsə Hitlerin qoşuna. Hətta Alman müstəşarlar deyirik də biz. Müstəşarların, iş adamlarının. Üç nəfər kişi mənim yadımdaydı. Mən danışıram 41-ci ildən. Mənim yadımdaydı ki, bizim misafirxanada orada yaşayırdılar. Onlar əl-ayağa düşmüşdü. O da mənim yadımdaydı ki, Sovetlər gələcək. Hələ gəlməmişdi. Bizim misafirxana ilə üzbəyiz qaraj var idi. Orada maşınlar gedirdilər başqa şəhərlərə. Onlar da ondan getdilər. Sovet qoşunları İranlılar o qədər də istəmirdilər. Nəyə görə? Çar vaxtı İran-Rusiya müharibəsi olanda Rus qoşunları çox pis aparmışdılar özlərini İranda. İranlılar da elə bilirdilər ki, Sovet qoşunları da onlar kimi olacaq. Hətta deyir, küçələrdən lampaları çıxardırmışlar, nə bilim nə, bax, bu mənim yadımda danışırdılar. Azərbaycandan deməli, Sovet qoşunları hamısı getdi kazarmaya.
oranın İran kazarmasına. İranın balaca az miqdarda qoşunları gəldilər, Qələ Qabağı deyilən bir yer var idi, orada məskunlaşdılar. Amma bir dənə Sovet soldatı biz görməmişdik küçədə. Kazarmadan çıxmağa haqları yox idi. Heç kəsi bir dənə barmağından qan da çıxmadı. Bax, belə bir özlərini bu cür örgətmişlər Sovet qoşunlarına da. Onların içində bizim otelimiz, misafirxanamız Sovet komendatura ilə üzbəyiz idi. O küçənin o tərəfində Sovet komendaturası, bu tərəfində bizim. Bir nəfər oradan bizim oteldə restoran da var idi. Rəhmətli Novruz Feyzullayev 14 yaşındaydı orada. Orada oxuyurdu. Seyfi əmi tar çalırdı. Burada işlər yaxşı gedirdi. Sovet qoşunları gələndən sonra adamlar nəfəs aldı. Heç kəs qorxmadı. İmkan ölməyənlər, qalanlar sürgünlərdən qayıtdılar. Həbsxanadan çıxdılar. Buradan gedən mühacirlər bir-birlərinə qoşuldular. Danışdılar. Şəhərdə qəşəng söz gedir. Azad nəfəs alırlar. Mitinglər başlayırdı. Faşist Almaniyasına qarşı, Hitlerə qarşı. Bir şey deyim, Tamxil müəllim. Mən orada olardı 10 yaşım, 11, 12 yaşım bəlkə. Qələ qabağında bir yer var idi, balkon var idi. Ərdəbildə belə balkon olmurdu o zaman. O balkondan nitqlər eləyirlər, mitinglər eləyirlər. Bir də ki, yük maşınlarının kənarını xalça ilə bəzəyib, üstünə stol qoyurdular. Adamlar o stolun üstündən çıxıb danışırdı, nitq eləyirdilər. Kişilər danışırdı, sonra qadınlar danışırdı. Sonra növbə çatırdı uşaq cavanlara. Cavanlardan da mən danışırdım. İndi mənə desələr ki, məsələn, sabah səndən də bir şey danışacaqsan, vallahi gecə yuxum çəkilmişdi. Amma onda hardansa gəlirdi. Hardan gəlirdi bilmirəm. Amma Nədən gəlirdi. danışırdınız? Bəli. Nədən danışırdınız? Heç də Sovet hökumətini müdafiə eləyirdik də onda. O Hitler Almaniyası. Rıza Şahı devrini pisləyirdik. Məhəmməd Rıza Şahın cürəti yox idi. Əvvəl pəxmə idi. Təbrizlər pəxmə deyirlər. Səfə idi əvvəl. Sonra adam oldu o hökm. Azərbaycan Demokrat Firqəsi 12 Şəhrivərdə qurulur. Sonra 17 Şəhrivərdə Təbriz qarnizonu xələ silahdan alırlar əlilər. Onları azad edirlər şah ordusunu. Ondan 5 gün sonra öz ordumuzu, könüllərdən ibarət öz ordumuzu yaradırlar. Təbrizdə hakimiyyət vardı. Mən Ərdəbildən danışa bilərəm. Çünki Təbrizdə mən bir dəfə olmuşam, 2 dəfə olmuşam sonraki illərdə o heç. Bir dəfə olmuşam. Azərbaycan Demokrat Firqəsi Gənclər Təşkilatının birinci və axırıncı qurultayında Ərdəbildən nümayəndə getmişəm. Muxtar Didəkonan, bəlkə siz onu tanıyırdınız. Muxtar Didəkonan, Rəhim Müvahi, onu tanımazsınız. Bizdən sonra Rəhim Müvahi 12 dəfə həbsdə olmuşdu. O Meşkin şəhərə getmişdi. Biz bu taya keçəndə o yox idi Ərdəbildə. O tutulmuşdu. Beləliklə, Ərdəbildə Azərbaycan Demokrat Firqəsi qalib gəldi, milli hökumət yarandı. Tamxil müəllim, milli hökumətin devrində elə işlər oldu o bir ildə Azərbaycanda ki, hətta Amerika konvensiyası demişdi ki, bunlar bir ildə başqa ölkələrdə 100 ildə görülən işləri gördülər. O bir ildə. Küçələr asfalt oldu. Təbriz Universiteti açıldı. 3 fakültədən ibarət Təbriz Universiteti açıldı. Fabriklər, nə cür fabrik? Kimin evdə maşını var idi, gətirirdi ora, paltar tikirdilər. Siz Arazın o tayında filminə baxsınız, mən də orada varam. Arazın o tayın filmində pionerlər, onlar pişahəng deyirlər. Pişahənglər göy şalvar, oğlanlar qısa şalvar, qızlar yubqa, göy köylək, üstündən kəmər, yalançı tüfəng.
Ancaq mənim tapancam həqiqidir. Belə Güləli Xəyyami, Sərxanbəyli Güləli Xəyyami böyük bir iclasda Cəlililər oradaydı, Cünuzi oradaydı. Mənə revolver bağışladılar, dedilər ki, sən özünü qorumaq. 2 nəfər Fars ofiseri bizə gəlmişdilər, onlar Hizb-i Tudədən, Tudə partiyasından. Onlara da məni tapşırdılar ki, mənə atmağı öyrətsinlər, hər nə öyrətsinlər. Deməli, axırıncı dərsimiz biz bura keçəndə samolyoti, müsəlsəl avtomatın belə yeri var, orada necə vurmaq lazımdır. Axırıncı dərsimiz o idi. Beləliklə, Azərbaycan Cavanlar Təşkilatı böyük işlər gedirdi. Mənim anam məni elə qoruyurdu ki, mənim məktəbə, evdən məktəb lap yaxın idi. Fırandıqt məktəbi 12 illik məktəbdir qızlar üçün. Səfəvi məktəbi 12 illik oğlanlar üçün. Səfəvi də yaxın idi, Fırandıqt da yaxın idi. Qızlar məktəbinə məni adam aparıb gətirirdi. Amma anam məni icazə vermişdi 2 dənə oğlanla Təbrizə qurultaya gedim, konqreyə gedim. Yəni o qədər inam, etibar var idi ki, burada məktəbə məni adam aparardı, amma məni 2 oğlana qoşub Təbrizə göndərmişdi. Yəni belə o qədər insanlarda iman var idi. O Amerika korrespondenti yazmışdıq, burada bir xanım var. O xanım özünün dissertasiyasında o zamandan yazıbdı. O yazıb ki, Amerika korrespondenti, adı indi mənim yadımda deyil, yazır ki, bunlar dükanlarını bağlamırlar. Deməli, İranda qanundur. Nahar vaxtı hamı gedir, evində nahar eləyir, gəlir. Yeyir, gəlir. Bunlar nahara gedəndə dükanları bağlamırlar. Onu orada yazmış. O qədər etimad İran vardı. Elə işlər görürdük ki, Cavanlar Təşkilatında. Gedirdik Nəminə, Meşkin şəhrə, orada Cavanlar Təşkilatını qururduq. Yadımda da o zamanki Codət qəzeti Ərdəbildə çıxır. Codət qəzetində Pərarin deyilən belə bir yoldaş var idi. Onun əmsi oğlu bizdədir. Mərkəzi Komitənin üzvüdür. O yazır, məqalə yazır Codətə ki, 14 yaşında bir qız gəldi, icrası qurdu. Qızlar gəlmişdi, hamısı çadırda. Günortadan sonra, perioddan, fasilədən sonra qızlar çadırına atmışdı, Kasinkada gəlmişdi. Gecəni qaldıq orada, sabahsı gün qızlar başı açıq gəlmişdi. Bunu Pərari Codət qəzetində yazmışdı. Yəni o qədər, yəqin bu zamanın hökmü idi də, elə bir şey, məsələn, mən indi eləyə bilmərəm, eləyə bilməmişəm ondan sonra. Bu işləri görürdük hamısını, onda sözüm yox. Ərdəbildə arvadlar öz maşınları ilə fabrik düzəldirdilər. Əskərlərə paltar tikirdilər, pionerlərə kostyum tikirdilər. Qavam Səltənəni elədilər baş nazir. Qavam Səltənə köhnə qurdudur. O çox bacarıqlı adam idi. Hətta gəlmişdi Moskvaya, Moskvanı da anlatmışdı, Stalin də anlatmışdı. Qavam Səltənə gəlir, olur baş nazir. Qururlar ki, Azərbaycanı, milli hökumətini dağıtsınlar. Qoşun gəlir Azərbaycana. Zəncan, əvvəl Zəngan, onlar Zəncan deyirlər. Zənganda. Zənganda o qədər cinayət törədirlər ki, həm qoşun, həm firqə vaxtı, milli hökumət zamanı Azərbaycandan qaçanlar, Cənubi Azərbaycanın söhbət gedir. Qaçanlar, Tehrana qaçanlar qayıdırlar. Hətta o xanların özlərinin də 30 nəfərlik, 50 nəfərlik qoşunları var idi. Onlar xalqı elə qırırlar ki, mənə danışmışdılar, bir qadını, üzr istəyirəm, lüt eləyib Zəncan küçələrində qaçırdı, partiyaçı qadını, firqəçi qadını. Axırda bir molla abasını atıb onun üstünə, deyib, da belə də eləməyin də. Gör dünyanın ne yeri idi. Zəncan hadisəsindən hamımız qorxmuşduq. Çünki qoşun gəlir, Zəncandan sonra gələcək Təbrizə, Ərdəbilə.
Zəncan 1900 deməli 46-cı ilin Azər ayının, yəni dekabrın 12-sində 21 Azər bizim deməli Nəhsət günümüzdür, qalib gələn günümüzdür. Orada həmən gün Ərdəbildə biz 21 Azərin ildönümünü keçirdik. Amma salonda oturanların hamısı Zəncan hadisəsindən sonra qorxurdular. Hamı pis vəziyyət, gərgin vəziyyətdə idi. Nəysə, biz konsert də verdik. Rübabə Muradova, onun öz familiyası İşraqıdır. Molla Xəlilin qızıdır. Onu da deyim ki, Sovetlər ora gələndən sonra, Azərbaycanda olanda qoşunlar, Molla Xəlil Sovet kitabxanasının müdiri işləyirdi. Yəni orayı idarə edirdi. Orada Ərdəbildə var idi Sovet konstitusiyası, var idi Sovet Torprestva, ticarət mərkəzi, var idi kitabxana. 3 dənə müəssisə var idi bu tərəfdən, bu Azərbaycandan. Mən deyim sizə, o komendatura ki, bizim otellə, misafirxana ilə üzbəyiz idi, orada bir yoldaş var idi. O, gəlib Azərbaycanlı idi, gəlib bizdə nahar eləyirdi. Amma restoranda yox, bizim özümüzə məxsus orada bir otaq vardı, o otaqda. Qara qaşları. Mənim bizdə abed eləyəndə mənim pişiyim var idi, pişiyimin balalarını əmizdirir. O dedi ki, pişik də balalarının yanındadır, amma biz yox. Sonra mən bu taya keçəndən sonra şəkilləri görəndə demək o Əziz Əliyev imiş. Ərdəbildə Əziz Əliyev. O da ümumi restoranda çörək yemirdi, gəlirdi bizim otağımızda. Sonra onu apardılar Təbrizə, hara da mən bilmədim. Amma mən bu taya keçəndən sonra bildim ki, o kim imiş, o da bilmirdim. Elə bildim, adi bir Sovet adamıdır. Onu deyim, o birində, onu da deməliyəm, nə gərək deyəm. İranda pis qadınların, bədəxlaq qadınların yuvaları olur. Tehranda, Təbrizdə, Ərdəbildə, bütün şəhərlərdə. Ərdəbildə də Şah bağında, Şah bağı, Ərdəbilin balıqlı çayı var. Bəlkə bu enlilikdə, bundan da enli çaydır. Suyu bol. Su axır, balıqlar atlanır, düşür. Belə bir balıq idi. Bizim də evimiz o çayın kənarında idi. Bu balıqlı çayda, o Şah bağıda belə qadınların yeri var idi da, ayrı-ayrı. Onların rəisləri olurdu, onlara deyirlər rəis xanım. Tehranda, bu İslam devləti gələndə Tehranın şəhrin olsun, onun adı şəhrin oydu, dağıtdılar, yandırdılar. Orada bizim demokrat milli hökumətimiz heç kəsi yandırmadı, dağıtmadı. Hamısına deyir, heç kəs xoşbəxtlikdən gedib orada olmamışdı. Məcburiyyətlər, ərinin zülmündən, qaynananın zülmündən, acından, neysə. Orada hamıya təklif elədilər, qalırsınız, sizə ev verək, iş verək. Gedirsiniz, gedin. Ancaq bura yığışmalıdır. Onlara evləri də, binaları da aldılar, pul verdilər, aldılar. Yəni, milli hökumət bir dənə, hətta onlara da zülm eləmədi. Ərdəbildə o birində keçdik Azərbaycan dilinə. Hamımız fars dilində oxuyurduq. Mən, Rübabə, biz ikimiz 8-ci sinifdəydik. Müəllimlərlə Azərbaycanca danışırdıq. Fars müəllimlər vardı ikimizdə. Deyirdilər ki, xanım, biz axı başa düşmürük. Biz də deyirdik, zəhmət çək örgən. Balacaydıq, 8-ci sınıf. Ancaq ilahimi kimi elə bir baş vermişdi bizə ki, elə vermişdi ki, hamımız böyük bir inqilabçıydıq, uşaq idik. Ancaq sonralar mən burada danışanda bir dəfə yoldaş Qulam dedi ki, ay Ədilə, sən orada balacaydın axı. Dedim, niyə? Sovetin pionerləri İkinci Dünya müharibəsində nə işlər görüblər? Onlar görə bilərlər, biz görə bilmərik. Cavab verdim yoldaş Qulama ki, biz niyə görməyək? Bəs belə ki, İranda Sovet-İran Dostluq Cəmiyyəti var idi. Bu Müsəddiqin bağı idi, doktor Müsəddiqin bağı idi. Gözəl park idi. Dövrəsi hasara alınmış, qapıda qapıcı dayanıb. Sovet-İran Dostluq Cəmiyyəti.
Sovetdən kim gəlirdi ora? Bu kitablarda onların şəkli var. Sovetdən kim gəlirdi ora? Sovet İran Dostluq Cəmiyyətində mütləq olmalı idi. Olmalı idi. Hətta Brejnev gələndə Sovet Dostluq Cəmiyyətində var idi. O Brejnevdən bir söz deyim. Bizi içəriyə, salona buraxmadılar. Dayanmışıq, qapılar bağlıdır. Deməli, hər sıranı, 3 sıradır belə, hər sıranın orasında, burasında bir adam oturmuşdu. Qapı açılanda, girəndə o 2 adamların ortasında otururdular. Yəni, elə qurmuşlar işini. Brejnev danışır, danışanda deyir şaha, onda oğlu olmuşdu. Və onun oğluna can sağlığı arzu edirik. Yerdən bizimkilər qışqırdılar ki, söydülər ki, sən şaha arzu edirsən, hələ bir onun oğluna da arzu edirsən salamatlıq. Yəni, belə qorxmaz adamlarımız var idilər. Ancaq orada, burada onların nümayəndəsi oturmuşdu, qorxmurdular, deyirdilər. Azərbaycana musiqilər, Rəşid Behbudov dönə-dönə gəlmişdi. Sonra Şökət xanım, bu kitabda şəkli var. Şökət xanım, Vasif Adıgözəlov, mən onu çox istəyirəm, Əbülfət Əliyev, ermənilərin futbolistləri İrana gələndə oynamağa, İran erməniləri onları başdan ayağa geyindirirdilər. O zaman burada biraz çətin idi vəziyyət. Qəşəng paltarlar geyindirirdilər. Bunlar da gələndə mən onlardan öyrənmişdim. Yoldaşlarımıza xəbər elədim. Kimin şanı var idi. Kiminsə fabriki var idi. Böyük şair var, Səhənd. Məsələn, Səhəndin fabriki var idi. O qədər o fabrikdən nə hündürlükdə paltarlar göndərmişdi ki, verək bu qonaqlara, Vasifə, Şökət xanıma, kamançaçı, o nə idi, Erməniyə, bunların hamısı. Şökət xanımın əri onda rəhmətə getmişdi. Bir il Şökət xanım oxumamışdı onda. Ərinin ilim verəndən sonra səhnəyə çıxdı. Paltarı yaxşı dördü. Bizim qeyrətimiz tutmurdu ki, Bakıdan gələn artisti İranlar pis paltarda görsün. Parix uzadı, dərzini aparırdım səhnənin dalına. Şökətin də bədəni elə idi ki, ona paltar tapmaq olmazdı. Orada Razmerin götürürdü. Sabah səhər primerka eləyirdi. Axşama Şökət xanım təzə uzun, gözəl paltarla çıxırdı səhnəyə. Yəni, o qədər bizim yoldaşlar bu tərəfin təəssübünü çəkirdilər ki, elə bil ki, bunlara, nə bilim, bağlı idi da, çox bağlılıq var idi. Danışa bilərəm. Vasif Adıgözəlov apardım yoldaşımın əmsi oğlunun dükanına, ayaqqabı dükanı var idi. Yığdı hamısı, bütün ayaqqabıları ki, apar Azərbaycanda paylaşmaq istəyirsən. Siz necə oldu, zindan həyatı yaşadınız onu? Zindana necə oldu, zindana düşdünüz? Onu tanışdınız. Zindan 2-ci dəfə olmuşam. 2-ci dəfə gedəndə. Belə oldu, yavaş-yavaş 21 Azərdə, demirəm, konsert qutardı. Biz gəldik, anam gəldi evə. Anam çox ağıllı kadın idi. Bizim də misafirxanada odun ambarı, İranda peçlərdə odun yandırırlar. Belə kəsirlər, belə yer var ki, düzürlər orada doldururlar, qışda peçləri yandırırlar. Odun ambarının dalında anam bir çamadan qoymuşdu, onun içində nəyi var? Qızılı, mızılı, palı, yaxşı şeyləri qoymuşdu onun dalında. Anam bilirdi ki, biz harasa gedəcəyik. Zəncan hadisə öləndən sonra. Gecə getdik evə, da misafirxanaya yox. Misafirxana mərkəzi xiyabanda idi, evimiz uzaqda idi. Ayıldım gecə, evdə qulluqçumuz var idi. Dedi ki, dedim anam hanı, dedi gedib əmsi oğlu gilə. Getdim anamın əmsi oğlu gilə. Gördüm əmi oğlu, əm qızı, oturublar, danışırlar, arvad uşaq yatıbdı. Adam mən qorxmayayım deyə, dedi Adilə, gedək evə. Gəldik evimizə. Dedi Adilə, mən qorxuram səni burada saxlamaq. O Zəncan hadisələrindən sonra mən 15 yaşında qız idim onda.
Gedək mən səni aparım Sovet konsolosluğuna. Orada qoyum, orada sənə toxunmazlar. Biz geyindik, gəldik Sovet konsolosluğuna Ərdəbildə. Səfircə. Sovet konsolosluğunun qapısında Ruslar da biraz deyəsən adama yiyə durmurlar. Qapıçıları dəyişmişdilər. Qabaqçı qapıçılar bizi tanıyırdılar, bırakırdılar içəriyə. Bunlar təzə soldatlar idi, bizi bırakmadılar. Gördüm bizi bırakmadılar, anam gətirdi Torprestivaya. Torprestivada Sarıcalinski belə bir adam var idi. Onun qızı Sarıcalinskaya Leyla mənlə yaşıdıydı, onunla biz oynayırdıq. Getdik Torprestivaya. Torprestivanın da qapıçılarını dəyişiblər. Onlar da bizi tanımadılar, içəri bırakmadılar. Anam dedi ki, səni aparım Məcid xanın evinə. Xan evinə. O xan da bizim firqəyə düşmən idi. Sonra dedi, yox qızım, bu söhbətlər deyil ki, biz də gördük ki, yük maşının içindən bir adam qışqırır. Ay Xəccə xanım, ay Adilə, haradasınız? Biz getmişik, sizi evdə tapmamışıq. Minin maşına. Anam o çamadanın ki içində nələr var idi, o da yadından çıxmışdı. Sonralar burada anama çamadan deyəndə deyirdim, həm yadıma salmayın da, ürəyim partlayır. Gör nələr var imiş onun içində. Bizim indirdilər maşına. Maşında kişilər, tüfəng, avtomat, güllələr, meşok güllələr. Hara gedirik? Sabalana, partizan müharibəsinə. Bizə belə dedilər, bilmirik. Gecə yol gedirik. Gedirik Biləsvara. Onda Biləsvar idi. Bu tərəfdəki Biləsvarın adı Puşkin idi. Biləsvar yarıdır, yarısı İranda, yarısı burada. Gedirik, biz də gördük ki, gedirik Biləsvara. Dediyimiz rəhmətlik Muxtar Didəxunanın 3 qardaş idilər. Onlar Biləsvarda idilər. Əkbər düşdü aşağı, yoncanı iylədi, yonca. Və bildi ki, biz səhv gedirik. Gedirik Şahsevənlərin tərəfinə. Şahsevənlər də 2 cür idilər. Bir dəstə bizim adam idi, bir dəstə şahın adamı idi. Belə fərqləri var idi. Dedi səhv, təzdən qayıtdıq. Orada bir çay var, qara çay deyirlər, qara su deyirlər, neysə. Ondan böyük dumanlar qalxır göyə, dumandır hər yer. Neysə, birbaşa gəldik Biləsvara. Savalan yoxdur, demə bizdən böyüklər gizlədirlər ki, biz qaçırıq. Gəldik Savalana, Savalan deyirəm, Biləsvara. Biləsvardan birbaşa keçdik Sovet Biləsvarına. Avtomatlar, Sovet Biləsvarının sərhədçiləri. Gözəl paltar geyinmiş, cavan gözəl Urus balaları, gözəl paltarlar əynində, dublonkalar əynində, avtomat bizim üstümüzdə. Böyüklərimiz düşdülər, onlarla danışdılar. Onlar bizi təzdən qaytardılar Biləsvara, İran Biləsvarına. Biz təzdən qayıtdıq İran Biləsvarına. Oldu axşam. Axşam birdən xəbər gəldi ki, minin maşınlara gəlin. İndi Bağırova mı dedilər, Stalinə mi dedilər, kimə dedilər, bilmirəm. Təzədən bizi çağırdılar Biləsvara. Şəhərə yaxın çatdıq Biləsvara. Onda deyirdilər Puşkin. Puşkində Muğanı sulayan idarə var. Onun otaqları var idi. Biz 4 maşın, 2 birlik ya 3 birlik 4 yük maşını adamlar düşdük Sovet Biləsvarında. Gündə bir qoyun kəsirdilər o Puşkində. Biz hamımız yeyirdik o qoyunu. Mən anamla oranın naçalnikinin evində yerləşdirmişdilər bizi. O birisilər Məhəmməd İvəndilər, demə bilirmiş Məhəmməd İvəndilər. Polkovnik idi. Arazın Otayında filmində görərsiniz onu. Böyük polkovnik idi. Burada da ona hörmət edirdilər. O bütün ailəsini məmə yiyəndən pəpə yiyərinə qədər maşına doldurmuşdu. Yük maşınına gətirmişdi. Demə o bilirmiş hara gedirik. Bizlər bilmirdik. Biləsvarda neçə ay qalandan sonra bizləri bölüşdürdülər. İranda, Cənubi Azərbaycanda
biraz məşhur adamları Bakıya gətirdilər. Yerdə qalanları Gəncəyə, Ağdama, nə bilim hara yerləşdirdilər. Gəldik bura. Sovet hökumətinin çətin vaxtı idi. Müharibədən sonraki 46-cı il. Mənim yadımdadır. Anam deyirdi ki, küçədə bazarını deyilən, indi oranın adı nədir bilmirəm. Nemes, Alman əsirləri orada binalar tikib çoxlayıb. Orada adamlar acından şişirmiş, ölürmüş. Elə çətin zaman idi 46-cı ilin dekabrından sonra, 47-ci ilin əvvəllərində. Amma bizə yaxşı baxırdılar. Bizim hamımızı yaşa əlaqə. Məsələn, bizləri göndərdilər texnikoma, medtexnikoma. 20 nəfər birdən. Bizdən biraz böyükləri, o deyirdi, mən filan institut oxuyuram, bu deyir, nə bilim nə, göndərdilər institutlara. Daha böyükləri göndərdilər partişkola deyirdilər, partiya məktəbinə. Partiya məktəbində Lermontov küçəsindədir. Partiya məktəbi indi də oradadır. Orada, deməli, onlara 1200 manat pul verirdilər. O yaxşı pulu sayılırdı. Baxı, mən həqiqəti görürdüm. Özününkilər acından şişib ölürdü, bizi yedirdirdilər. Zavtrak, obed, ujin. Hamısı var idi. Burada hamı oxudu. Partiya məktəbini qutaranları hamısını elədilər zammaq. Deməli, bir hökumət bilirdi ki, o zammaklar yaxşı yaşayır. Onlar da yeyib harınladılar, Sovet hökumətinin əleyhinə oldular. Dərd orasıdır. Orası. Bu bəziləri Fars əfsərləri var idi ki, bizə gəlmişlər Hizb-i Tudədən, Tudə partiyasından. Onlar əlbəttə savadlı idilər, çox savadlı idilər. Savadsız adam onların içində yox idi. Onlar bizi bəyənmirdilər. Onların içində Azərbaycanlı da var idi. Amma bizi bəyənmirdilər. Deyirlər ki, biz savadsızıq. Əlbəttə Azərbaycana Rıza Şah da baxmırdı, oğlu da baxmırdı. Əlbəttə savadsız olur. Onları da hamısını yerləşdirdilər akademiyada. Hamısı savadlı idi. Beləliklə biz Bakıda yaşadıq. Texnikumu qurtardıq. Hamımız heç nəsiz, konkurssuz, zadsız qoydular Tibb Universitetinə. Hamımız keçdik, universitetdə oxuduq. Cəmaatımız o zaman Bakıda o hansı küçədir, o küçənin adı indi İraq Pasolstvasıdır ora. Irak Pasolstvasıdır. Orada bizim mərkəzi komitə orada yerləşirdi. Almandan, Moskvadan Fars afserləri, məsələn, məşhur adamlar gəlirdilər Bakıya, bizim cahil-cəlalımızı görürdülər. Elə bir ki, onlarda bizə qarşı bir paxıllıq əmələ gəlmişdi. Sovet hökuməti bir cür əmr vermişdi. İrandan gələnlərə yaxşı baxın, şərait yaradın. Bütün respublikalarda var idilər. Amma Azərbaycanda bizə yaranan şərait heç yerdə yox idi. Çünki qardaş-qardaşa qonaq gəlmişdi. Bir dəstə bu taya keçdi, bir dəstə bəzilər keçmədilər. Məsələn, Firidun İbrahimi Təbriz Mərkəzi Komitəsində öz silahdaşları ilə vuruşdu. Silahları qutarandan sonra, güllələri qutarandan sonra təslim oldular. Firidun İbrahimi dara çəkdilər. Neçə günlər onun cəsədi dardan asılı qaldı ki, bütün Təbriz cəmiyyəti gördülər. Bizim bir xanım var burada, onun bücür musiqi çalırdılar. O qızına deyib ki, yenə bunlar saat qabağında kimisə dara çəkiblər, get bax, gör kimdir. Gedib baxıb görüb ki, Firidun İbrahimidir. General Əzimi, Şahsevən qızı Səriyə, hündür boylu qadın idi, onu mən Ərdəbildə görmüşdüm. Şahsevən gen tumanı əynində, belə enli tuman. Üstündən köynəkdir, yanları açıq belə köynək, üstündən cırıltka, tüfəng, burada patronlar, tüfəng çiynində, atın belində gedir Ərdəbilin xiyabanından, küçəsindən yola. Belə bir qadındır. Şahsevən qızı Səriyə öz yoldaşları ilə neçə gün İran qoşunu ilə vuruşur. Sonra onu alladırlar. Quranla gedirlər onun qabağına, Şahsevən qızı Səriyənin qabağına.
ki, bu Qurana əl basırıq ki, səni heç nə eləməyəcək, tabi ol. Ancaq Şahsevən qızı Səriyəni dara çəkirlər. Firidun İbrahimi ilə, General Əzimi ilə, bunlarla bir sırada o bir kadını da dara çəkirlər. Firidun İbrahimə təklif edirlər bu taya keçməyə, keçmir. Pişəvəri də keçmək istəmirdi. Bunlar demək olar ki, Mircəfər Bağırov güclə onları keçmişdi bu taya. Bizdə bir qoca şair var idi, bilmirəm niyə onun adını heç kəs çəkmir, Zakir idi adı. Hündürboy kişiydi. O bir şeir yazmışdı. 2 Seyyid, 2 Cəfər, 2 rəhbər yaşasın. O Seyyid Cəfər Pişəvəridir, bu da Mircəfər Bağırov idi. Siz gəlin o özünüzün həbsə düşdüyünüzə. Ayrı yerə. Gəlirəm, biz burada oxuduq, qurtardıq, evləndik. Mən tələbə olanda 2 oğlum var idi, Cavanşir, Cahangir. Belə oldu ki, biz təzədən burada yoldaşlar, mənim yoldaşım, bir nəfər ayrı Hude Şahi, bir də bir İran afiseri var idi. Onları göndərdilər İrana. Məmuriyyətə göndərdilər də, geçsin orada işləsin, neynəsin, mən bilmirəm. Hətta mənim yoldaşımla bir yoldaş gəlib danışırdı Mərdəkanın polis idarəsində, milis idarəsində. Mən getdim, dedim, mənim yoldaşımı bura niyə çağırırsınız, nə iş görübdü? O, qoçaq idim çox. Nə haqqınız var onu çağırmışsınız, bir günahı var mənə deyin. Yox xanım, biz elə belə danışırıq. Ondan sonra mənim yoldaşımdan şübhələndim ki, bunlar yəqin Sovet hökuməti bunları cəlb eləyib özünü. Beləliklə bunlar gedirlər, bunların hamısını həbs eləyirlər. O vətənpür ki, onu göndərmişlər Leningradda xüsusi məktəb görməyə. O, bunları satır. Gedir, təslim olur İran devlətinə. Sonra yoldaşımın qardaşları yazdılar ki, sizi saxlayıblar Bakıda. Onu bura deyirlər ki, casus səni göndəriblər. Onu işgəncə verirlər. Doğrudan da mənim yoldaşım çox gözəl bir kişi idi. Sportmen idi. Onun başı, mən İrana gedəndə gördüm, başı balacalaşıb. O qədər vurmuşlar ki, yoldaşları deyirlər, burnundan, qulağından, gözündən, ağzından qan gəlirmiş. Beləliklə, mən dedim ki, mən də gedirəm İrana. Uşaqlarımı da aparırım. Üzr istəyirəm, 3-cü uşağı hamilə idim. Getdik yenə də gəmi ilə. Bir Mir Fəxrayi var idi, profesör. Bakıda, getmişdi Moskvada profesör idi. O da Moskvadan gəlmişdi Bakıya, o da gedir İrana. Hamımız gedirik, sevirik ki, gedək İrana. İrana çatdıq, Aşura günü idi. Neçənci ildir? Tasua, Neçənci il? 1958-ci ildə. Tasua, Aşuradan bir gün qabaq Tasuadır. Tasuada çatdıq Pəhləviyə. Məni qarşılayan yox idi. Onu qarşılayanlar çox idi. Çünki onun bacısı qızının orada əri böyük vəzifədə idi. Amma bizim yaxınımıza buraxmadılar. Uzaqda bir kişi dayanmışdı, gözəl geyimli, gözündə açqı. Bunlar İran Savakının, KGB-sinin məmuru idi. Onları mən paltarından tanıyırdım. O qədər görmüşdüm ki, onları tanıyırdım ki, bunlar onlardandır. O gəldi bizə yaxın, dedi ki, heç kəslə danışmayın. Mən, deməli, 2 oğlum, biri də üzr istəyirəm qarnımda. Bizi apardılar Tasua günü, Aşura günü İranda heç nə işləmir. Yəni, nə mağazinlər açılır, nə avtobuslar işləyir, nə şəhərlər arası yol olur, tətildir. Bizi apardılar Əncəllidə, Pəhləvidə, milis idarəsinə, oranın polis idarəsinə ki, gecəni qalın burada, sabah qətildən sonra, qətil oluruz da sizi yola salacaq Tehrana. Biz getdik ora. Mir Fəxrayinin qohumları, bacısı uşaqları zaten bizə yeməklər göndərdilər içəriyə, kilo kebab, raska, duşka, pastel, nə bilim nə. Mənim anam Ərdəbilli idi. Gedəndə mənə dedi ki, qızım, bir raska, duşka nə əlindən qoyma yerə, balaca raska, duşka idi. Çünki Ərdəbildə əqrəb var idi. Uşaqlar yerdə yatar, əqrəb çalar onları.
Bir də ki, uşaq karşılıqını əlindən qoyma yerə Ərdəbil tualetlərinə onlar gedə bilməzlər. Bunu anam mənə tapşırmışdı. Biz çamadan da cürə o zaman ikralar mağazinlərdə qalırdılar. Heç kəs onu bəyənib Azərbaycanda almırdı. Dedi ki, yemək qoydular. Niyə? İraqda inqilab olmuşdu. Əbdülkərim Qasim iş başına gəlmişdi. Anam dedi ki, aydadır vida. İraqda inqilab oldu, sabah da İranda olacaq. Tüfənlər bağlanır inqilab olanda. Heç kəs yemək tapmır. Mənə bir çamadan da yemək qoymuşdu ki, uşaqlar ac qalmasın. Mir Fəxriyyə dedim ki, bir çamadan da uşaq tutmaq üçün hər nə steril var idi orada ki, birdən yolda bir şey oldu. Mir Fəxriyyə kömək eləsin. Neysə, sabahsı gün aşura oldu. Bizi mindirdilər avtobuslara. Bakıda, Zironlu Sadda yaşayan uşaqların cəhənnəm istisində yay idi. İyul idi, bəli. Cəhənnəm istisində gedirik Tehrana. Bizi apardılar birbaşa Bağı Mehran. Savak'ın, İran KGB'sinin Savak sözü o. Onun mərkəzi olan yerə. Orada böyük bir bağın içində hasara alınmışdı. Həbs olan o kişilər ayrı yerdə. Ailələr ki getmişdilər buradan. Hamı gedirdi vətəninə. Çadır qururdular. O çadırlarda yaşayırdılar. Mənə də bir çadır qurdular. 2 oğlum, özüm. Yoldaşım kişilərin içindeydi. Əlbəttə, onları bıraxırlar gündə 2 dəfə orada gəzməyə. Dayanmağa haqları yox idi. Ancaq gəzə bilərdilər. Bir də bir-birləri ilə danışmağa haqları yox idi. Bir adam, bir nəfər o başdan gəlirdi bura. Bura gələndə mən də uşaqların paltarını yuyuram. Su orada yaxındır. Mənə deyirdi, Adilə, səndən keçibdi. Sən yoldaşımın adıdır. Səndən keçibdi. Sən özü, sən tanımamış. Bax, mən Ərdəbildə komsomolda nələr eləyirdim. Səni nə qədər tanımayıblar, çalış ki, buradan çıxasan. Mən dedi, saqqal qoymuşdu. Mən dedi, elə bilirdim ki, bu provokatordur da, inanmırdım axı. Yenə gedirdi, dayanmağa haqları yox idi. Qaydanda, mənə çatanda sözünü deyirdi, yenə qaydırdı. Yoldaşımı gördüm orada, tanımadım. O qədər vurmuşdular ki, bunu, gözündən, qulağından, burnundan, ağzından qan gəlmişdi. Bu, etiraz üçün heç nə yemirdi. Çöp kimi qalmışdı. Mənə nə üçünsə, sonralar Bakıya gələndən sonra bildim ki, orada bir nəfər mənə çox kömək elədi. Sonralar bildim ki, o kimdir. Heç nə, zindanda məni apardılar. Balisiya həkimə göstərdilər. Şahçın uşaq olacaq. Qayıtdılar. Gecə yarısı gördüm ki, qarnım ağrıyır. Qapı çadırın qabağında gəzən kişi əskər. Qapını döydü belə, xanım, narahatsız mənə deyin. Dedim, mən özüm doktoram, özüm bilirəm, nə edirəm. O, Pəhləvidə ki, biz o dedik, o demədim sizə, milisiyanın, oranın milisinin, polisinin rəisi gəldi. Gəldi, dedi ki, nə haqqı var bunlara adamlar göndəriblər içəri, qohumları. Bunların heç kəs bunları görməməlidir. Bunlarla heç kəsin danışma haqqı yoxdur. Bunu farsça dedi. İn əmri xud-i şahı. Şahın öz əmridir. Heç kəsin bunlarla görüşməyə haqqı yoxdur. Onda bu yeməkləri hamısını pəncərədən atdık həyətə. Söyə. Mir Fəxriyyə gəldi, mənə dedi ki, Adilə deyəsən tələsmişik gəlməyə. Neysə, çatdıq. Bilmirəm, Mir Fəxriyyə nə oldu sonra, mən Mir Fəxriyyəni görmədim, professor idi. Amma orada adamları böyük idi. Beləliklə, Bağı Mehran. Sonra mən burada oxudum ki, Sazman Əmniyyət Savak'ın əsl mərkəzi oraymış, onun dalında evlər imiş Bağı Mehranda. Sonra qadınları keçirdilər ayrı həbsxanaya. Bir bina idi 3 mərtəbə. Birinci mərtəbəsində mən idim, 2 uşağım, 3 uşağım, getmişdim. Yox, siz aranı kəstiniz, o apardılar müayinəyə, yoxlamağa. Müayinəyə doktorlar dedilər ki,
haçan ki ağrısı oldu gələr. Aha. Qayıtdım təzədən zindana. Zindanda ağrım olanda qapıda zaten çadırın qapısında gəzən soldat, sərbaz deyirlər onlar. Dedi ki, xanım, narahatsınız, demə tapşırıblar ona. Dedim, yox, mən özüm, həkiməm, özüm bilirəm. Haçan narahatam deyərəm. Sonra fikirləşdim, səhər açılacaq, kişilər duracaqlar yuxudan. Bağın içində, o hasarın içində də, şanlı məftillərin içində gəzəndə mən narahat olacağım. Ona görə dedim ki, hə, apar. Onu da deyim ki, o məni aparan doktorla mənim davam düşmüşdü. Bizcə çörək verirdilər, mənim uşaqlarım o çörəyi yemirdi. Dedilər, dedim ki, bu çörəyi yemirlər uşaqlar. O Pəhləvidə gördüyüm o səhnədən sonra dönmüşdüm, olmuşdum. Gənə inqilabçı, fərqi yoxdur. Dedim ki, bəs doktor gərək desin. Doktor gəldi, cavan doktor, hərbi doktor. Dedi ki, xanım, niyə yemirsiniz bu çörək? Siz ki, orada qara çörək yeyirdiniz. Dedim, hər ki dedi, mən parça yaxşı bilirəm. Hər ki, qop, qələt gəl. Kim dedi, qələt elədi. Mən heç orada qara çörək görməmişəm. Daha dönmüşəm. Belə ayrı cür olmuşum. Nəysə, o doktor gəldi, məni aparır, Roddoma deyirik də burada. Sonralar mən 8 il, 9 il Tehranda yaşadım. Heç bilmədim o hansı balnitsadır. Hələ onu bilmədim. Mən ağrı çəkirəm, amma düşmən qabağında qışqırmıram. O doktorun mənə yazığı gəldi. Dedi, xanım, dad bezəniz, qışqırın, səs eləyin. Heç nə, məni apardılar doğum evinə. Bir qadın hey qışqırırdı. Dedim ki, güc verirdi. Getdim ona dedim ki, xanım, güc vermə. Doğan zaman gücüm qutarar, uşağım boğular. O Fars afser həkim dedi ki, xanım döktü Rusiya, bu Rus doktorudur, düz deyir. O həkimə deyir, həkim deyir, məni sabahdan aparan həkim qadına deyir ki, bu Rus doktorudur, bu düz deyir, qışqırma. Yəni bu səhnələr mənim yadımdadır. Sabahçı gün zindanın rəisi gəldi doğum evinə, mənə dəyməyə. Dedim, məni aparın zindana, çünki 2 oğlum qalıb orada. Yoldaşımı zindandan çağırtdırdım. Dedim, uşaqlar, bir dəfə, bir kəlmə dedi mənə yoldaşım ki, Adilə, niyə gəldin? Daha bilmirdi ki, qardaşlarım mənə yazıb ki, sənə görə onu həbs edirlər, ancaq elə dördü. Vətənpır satmışdı bunları. Oradan beləliklə biz getdik, 1-ci etajda mən idim. Bir dənə də qadın köməkçi vermişdilər mənə, 3 uşağım. Bu biri tərəfdə zindanın rəisi öz arvad uşağı ilə. Rəisi tək qoymamışlar arvadın içində. Yəni sabah belə şeyləri bilirdi. 2-ci mərtəbədə İranlı qadınlar, 3-cü mərtəbədə Ruslar. Bizim yoldaşlarımız o zaman hərbi məktəbdə oxuyan yoldaşlarımız İrana getmək istəyiblər. Sovet hökuməti də onları bıraxmayıb, bu sırqa eləyib Qazaxstana. Onlar da orada Ruslarla evləniblər. Bax belə. İrana qaydanda Rus arvadlarını da aparıblar. Bax belə. Onları aparıblar, həbs eləyiblər. Rus arvadları da bizim həbsxanada idi. Beləliklə, mənim yoldaşlarım Ərdəbildə xəbər tutdu. Yaydılar hər yerə ki, Azərbaycandan bir qızımız gedib Bakıya, həkim olub gəlib, 2 uşağı ilə gəlib, birini də zindanda gətirib dünyaya, həbs eləyiblər. Qazetlər töküldülər zindana. Belə bir orada jurnal var, səfidi siyah, ağ-qara, ağ-qara jurnal. Yoldaş Həsən bilir. O səfid siyahdan müvəffəq oldular. Gərək mən onu gətirəydim, mən o jurnalı gətirmişəm özümlə. Gəldilər, məndən intervyu aldılar. Mən onlara dedim, çünki məndən qabaq başqa qadını radioya çıxartmışdılar. O, buranı pisləmişdi. Onu biz eşitdik burada. Mən ona dedim, əgər mənim dilimdən yalan desəz, mən özümü də, uşaqlarımı da yandıracağım. Yalan yazmayın məndən. Səfid siyahda məndən intervyu aldılar, hiç də yazmadılar. O
Jurnal biraz mütərəqqi jurnaldır. Gəldik Tehrana. Tehrana zindandan çıxıb gəlmişik Tehrana. Ay Allah, mən neyniyim? Nə yeyək, nə içək? Mənim diplomu qəbul eləmirlər, həkim qəbul eləmirlər məni. Özüm üçün xüsusi məktəb aça bilmirəm. Zindandan çıxmışam, kimdir mənə icazə verən? Elə bir həyətdə mənə qayınlarım ev tutdular, uşaqlarımla. Bir baldızımı da qoydular yanımda ki, məndən müğayət olsun. Beləliklə mən başladım Tehranda iş axtarmağa. Bir həkim mənə dedi ki, burada Sovet xəstəxanası var. Sən niyə getmişsən ora? Mən heç onda bilmirdim ki, Aypara Cəmiyyətinin, Moskva Aypara Cəmiyyətinin xəstəxanası var İranda. Orada İran cəmaatı o qədər Sovetə inanırdı ki, o kilit olurdu həkimə düşməyə. İran-Sovet münasibəti də pisləşmişdi. Moskvadakı konsulstva həkimlərin vizasını gecikdirirdilər. Orada həkimlərin kontraktı qutarandan sonra qayıdırdı, təzə həkim yox idi. Mən getdim ora, dedim ki, mən həkiməm, mənim. Anama yazdım, anam mənim diplomumun kopyasını göndərdi. Yəni, mənim o yaşa qədər bir dənə bu boyda varaq da məndə yoxdur indi də. Hamısını savaqda saxladılar. Hamısı orada qaldı. Yəni, bir dənə yazılışı bilmir. Nədən bildim? Paltomun cibində, orada mən etiraz elədim ki, mənim uşaqlarımın paltarını dəyişməliyim. İcazə verin, şeylərimi götürün, paltarını dəyişim. Gəldilər, mənim şeylərimi yoxlayanda paltomun cibində bir dənə kağız. Mən elə ehtiyatla getmişdim ki, heç bir dənə qazet də yox idi məndə. Ancaq kağızı çıxartdılar, yoldaş Həsən bilər, belə bir mahnı var, Mərabə Buz. Öp məni, mən bu gecə ayrılıram səndən. Bizim həbsdə olan yoldaşlarımızdan öz qızı ilə ayrılanda ki, bilirdi sabah onu öldürəcəklər, edam eləyəcəklər, bu mahnını oxuyurdular. O mahnını da Bakıda bizə deyəndə mən onu demək, yazıb qoymuşam paltomun cibinə. Onu gördülər, amma onu yenə qoydular cibinə. Baxın ekranda qazetlər yazdı, jurnal yazdı, cavan qadını həbs eləmişsiniz, həbsxanada uşağı olubdu, nə bilim, nə. Nəysə, mənə icazə verdilər. 7-8 ay dəqiq yadımdadır. Heç ayların tarixini də bilmirdim. Gəldik Tehranda. Getdim Sovet Banissasında. Demə, Sovet konsulsiyası məni tanıyır, hardan? Mən onları bilmirəm heç kəsin. O Rus qadınlar, döyüşkən Rus qadınlar var idi, traktorist, nə bilim nə, əcdaha kimi idilər. Söyürdü onları ki, bizim ərimizi niyə həbs eləmişsiniz? Mən də dil bildiyim üçün, fars dilini, Rus dilini bildiyim üçün məni tərcümə eləyirdim. Orada bir satqın var idi. Gəldi, o məndən sual eləyənə dedi ki, bu xanım düz tərcümə eləmir. Onlar sizi söyürlər. O acıqlandı o xanıma. Sonra mən bildim ki, o kimdir? Ki, xanım doktor özü yaxşı bilir, nə desin, nə deməsin. Demə, bunlar bu Rus arvadlarını gətirirlər Sovet konsulsiyasına, qaytarır Sovet hökumətinə. Çünki ərləri həbsdir, həbsləri əbəddir, ömürlükdür. Kimisə öldürəcəklər, kimisə güllələyəcəklər. Arvadları qaytarırlar Sovetə. Konsulsiyada arvadları qaytaranda onlar məndən danışıblar orada ki, mən onları necə müdafiə eləmişəm. Müdafiənin biri də o idi ki, arvadları bizdən orada həbsxanada barmaqlarımızın izin götürürdülər belə. Gəliblər polis idarəsindən Rus arvadların barmaqlarının izin götürəndə Rus arvadlarının ora-burasına əl vurublar. Arvadlar gəldilər mənim üstümə. O zindanda da komandirlik eləyirdim. Gəldilər mənim üstümə ki, bunlar bizə necə baxırlar. Getdim, durdum arvadların qabağında. Dedim ki, polisləri qoymadım yaxına. Əl verməyin. Bunlar sizin üçün pozğun qadın deyirlər. Bunlar ərləri ilə pənah gətiriblər sizə. Qonaq gəliblər sizə. Yenə məni qoruyan bir adam var idi orada. O gəldi ki, axı, ay xanım doktor, mən nə qədər sizi qoruya bilərəm? Niyə qoymursunuz barmağın izlərini götürsünlər? Dedim ki, bunlar bəyə pozğun qadındılar. Bunlar ərləri ilə bura gəliblər.
Sizin adamlar belə xəyanət edirlər. Apardılar polisləri. Sabahçı gün Savakın, yəni onların KGB-sinin adamları, onları adı için biraz mədəni olurdular. Gəldilər, parmaq izləri götürdü. Konsulxana, Sovet konsulxanası orada məni tanıyırdı. Yoxsa mən burada konsul bilmirdim nədir. Gəlin biraz da buradakı fəaliyyətdən danışaq. Sonra Burada firqədə nə vaxtdan varsınız, Gəldik necədir, kimlər var, kimlər Gəlin, fəaliyyət deyim. göstərir? mən Bakıya gələndən sonra 66-cı ildə küçədə dalınca biri gələndə elə bilirdim Tehran'da Savak gəlir. Sonra yadıma düşürdü ki, ay qula, bura Bakıda, burada heç nə yoxdur. Savak yoxdur. Orada elə bir vaxt yox idi ki, əvvəl tanımadılar məni, zindandan buraxdılar. Necə tanıdılar? Pasport deyirlər də, sicil deyirlər onlar. Bizə, mənə, uşaqlarıma, özdə orada qanundur. Sicili hardan ki birinci dəfə almışsan, o şəhərdən gərək sənə gələ. Biz də Ərdəbildən almışıq da, indi mən Tehrandayım. Tehrandakı sicil idarəsi göndərir Ərdəbilə ki, bizə sicil versinlər. O da sicil vermiş. Qalmışıq, yaşayırıq, orada sicil yoxdur, pasport yoxdur. Bir dəfə onların iclasında Tehranda, Tehrandakı adam yaxınlaşır Ərdəbildəkinə. Deyir, axı neçə ildir mən səndən sicil gözləyim, niyə vermirsən? Deyir, axı sən bilmirsən o kimdir? Ərdəbildəki vursu 8 il ayrılmışıq da. Sən bilmirsən axı o kimdir, ona niyə icazə? O gedir Savaka, mənim haqqımda danışır. Ondan sonra Savakda mənə yaşayış olmadı. Hər addımı güdürdülər, hər addımı güdürdülər. Hətta yayda küçədə adam yatırdı pəncərəmizin qabağında. Mən bilirdim ki, o məni güdür. Bir dəfə yaxın bir dostumla, o da Tuğda Partiyasının üzvü olub, işte zindanda olmuşdu xanım. O uşaqları ilə, mən uşaqları ilə gəldik Əncəliyə, dənizə. Biz dənizdəyik, gördük bir maşında gözəl geyimli, onları mən hamısını qəşəng tanıyırdım. Gözəl geyimli bir kişi getdi, o biz istirahət elədiyimiz yerin böyüğünün yanına. Məni soruşub, mənim də adımı orada yer alınmayıb, xanımın adını alınıb. O gedəndən sonra yanımdakı Süsənə dedim ki, Süsən, o bizi güdür, Savakdır. Dedi, sən də hər addım başı deyirsən Savakdır. O kişi qaydandan sonra biz getdik restoranın böyüğünün yanına. Ki, o kimdir? Dedi, Adlə hamısını soruşurdu. Hətta mən Pəhləviyə, dənizə gedəndə də adam güdürdüm. Mən təngə gəldim. Dedim ki, qaydıram Sovetə. Anama yazdım ki, mama, sən orada əlləş, mən də burada əlləşirəm Sovetə. Brejnev gəldi İrana. Brejnev gələndə mən bir dənə bir xanım vardı. Onun oğlu indi Türkiyədə mən görürəm, Tarçalandır. Onun oğlunu görürəm, telefonda zətdə. Getdik Brejnevə gül verdik. O da bizə vizitli kartuşkası verdi. Ağlı yox idi deyəsən. Gülə görə bizə vizitli kartuşka verdi. O vizitli kartuşkanı mən burada getdim, verdim Qulam Yəhyəyə. Çünki qorxdum ki, uşaqlarımın əlinə düşə Brejnevin vizitli kartuşkası. Amma o xanım, o vizitli kartuşka ilə 3 dəfə ev dəyişdi. Göstərirdi burada Brejnevin vizitli kartuşkasını. Ona əvvəl Əhmədlidə ev verdilər. O dedi ki, uzaqdır. Gəldilər, gənclik tərəfdə ev verdilər. Beləliklə, Bakıya gəldik, başladı işləməyə. Xirqəyə gəldik. Qulam Yəhyanın vaxtı idi. Xirqə burada elə bir ki, bir dövlət idi. Elə bir ki, Cənubi Azərbaycanı əhatə eləyirdi burada. Təmsil eləyirdi burada. Hamımız oxuduq, hamımız işlədik. Yoldaşlarımızın içində 1953-cü ildə İran Fars ofserləri etiraz elədilər bizə. Məsələn, Qulam Yəhya savadsızdır. Onlar hamısı savadlı idilər. Nə bilim nə? Konferans idi. Konferansdan sonra plenom olacaqdı, nə olacaqdı? Bunlar o qədər yerindən durub qışqırdılar ki, Mirzə İbrahimov bunlarla bacara bilmədi. Günortadan sonra, Perevdən sonra İmam Mustafayev partiya katibi idi. İmam Mustafayev profesör. O gəldi. İmam Mustafayev
ayrı adam idi. Bunlar qalxdı, İman Mustafa idi. Otur yerində, mən Qulamaya yanın başından səndən danışmaram. O birisi qalxdı, ora dedi, otur yerində, hamıya dedi, otur yerində. Planımız devam elədi. Bunlar etiraz naminə çıxdılar, getdilər. Zaldan getdilər. Sonra onlar etiraz elədilər. Stalin yox idi, 52-ci il keçmişdi, Xruşov iş başında idi. Bunları göndərdilər xarici ölkələr, Kitaya, Çexoslovakiyaya, Vengriya, nə bilim nəyə. Onlar haranı istədilər, onu göndərdilər, onları göndərdilər ora. Orada. Beləliklə, şirkədə biz teatrlar verirdik, konsertlər verirdik. Rübaba Muradova, Noruz oxuyurdu, Rübaba oxuyurdu. Rübabənin səsi siz eşitdiyiniz səs deyildi. İlahi bir səs idi, göylərdən gəlirdi, ulduzlardan gəlirdi, hardan gəlirdi bilmirik. Bu qədər firqənin devrində mən plenumun üzvüydüm, mərkəzi komitəsi seçdilər məni. Kimlər işlədi, kimlər rəhbərlik elədi firqənizə? Bəli, Kimlər rəhbərlik elədi, kimlər işlədi? Rəhbər Bir Yoldaş adlarını Qulam. say. sonra Keşmazər, Keşmazərdən sonra yenə gəldi Yoldaş Qulam. Bunlar Yoldaş Qulamı gələn gündən ömür boyu oxutdular. Hey, cürə partiya məktəblərində dünya partiya başçıları oxuyan bir institutda oxudurdular bunları. O idi, Muxtar Deydəkoğlu idi, Ənşirəvan İbrahim idi, Firdi müəllimin atası. Bunların hamısını ali savad verdilər bunlara. Ali partiya savadı verdilər. Nə cür deyərlər. Hamısını. Sonra Ənuş idi. Biz ona Ənşirəvana Ənuş deyirdik. O adı məşhurdur Ənuş deyə. Ənuş çox fəaliyyət eləyirdi. Yenə deyirəm, mənim iki oğlanlarımın adını oxuyur. Bir sözü deyim sizə. Zindanda olanda mən, uşaq gəldi, körpə də gəldi. Yəni gəldim də zindana. Uşaqlarımı qoydum yanımda. Yoldaşımı da mənə içərdən kişilər dedilər ki, o şahı söyürdü yoldaşım. Ağlını itirmişdi, söyürdü. O söyürdü, onlar da döyürdü. Bildiniz, mənə içərdən xəbər göndərdilər ki, səni göndər bizim yanımıza. Bizim yanımızda baş saxlayır. Mənim yanımda, çadırda çox bir pis ailə var idi. Satırdılar bizi. Orada gəldi, kişi dedi ki, uşağın adını nə qoyacaqsınız? Dedim, varımdır mənim. Dedi, qoyaq Məhəmməd Rıza, şahın adını. Dedim ki, mən İmam Peyğəmbər adı deyə bilmərəm, bax şahın adı. Mən İmam Peyğəmbər adı uşağa qoymaram. Çünki uşaq söyür adam uşağı, döyür adam uşağı. Dedi, xanım, İmam Peyğəmbər nədir? Şahımızın adıdır. Dedim, olsun, şaha da hörmətsizlik olar. Mən uşaqlarımı söyürüm. Mən dedim, uşaqlarımın adını hazırlamışam. Yenə də uşağım olsa adı hazırdır. Nə qoyacaqsan? Dedi, Bahadır. Qayıtdı ki, Cavanşir, Cahangir, Bahadır. Ki, Esma-i Gərdənkulov deyirlər, onlar Azərbaycanlılara boynu yoxun deyirlər. Nə boynu yoxun adlar, Cavanşir. Yəni, bizim qoyduğumuz adlara da onlar etiraz edirdilər. Belə adamlar idi. Bizdə bir xanım var idi, uşağının adı Mübariz idi. Gəlmişdilər, adı Mübariz. Deyir ki, kimlə mübarizə edəcək bu? Yazıb götürdü, adını qoydu Əli. Dəyişdim, mən dəyişmədim uşaqlarımın adı. Cavanşir Cahangir var. Onu bir dedim. Neysə, Azərbaycanda fəaliyyət edirdik gələndən sonra. Bir də deyim, yoldaşım İrana gedəndən sonra ki, mən getdim İrana. Orada əlbəttə çox yaxşı yoldaşlar var idi. Yaxşı yoldaşlar, canını qurban verən yoldaşlar var idi. Belə onların içində. Təzədən mənim işim düzəldi. Brejnev gələndə demirəm, gül verdik. O vizitinin kartuşkası ilə mənə Sovet vətəndaşlığı verdilər. Ondan sonra Dayıcı Savakın, onların serrusunun məndən haqqı olmadı incitməyə. Böyütdüm uşaqları, hamısı savad aldılar, institut qutardılar, toy elədim, evləndirdim. Bir balaca bu firqənin fəaliyyətindən danışın. Fikirləşdik ki, Ənuşun yerində, Firidun İbrahimin yerində
Bu biri Firidun İbrahim'ini götürerek qoşaq özümüzə. Çünkü bu Firidun İbrahim'i gelmişti burada prokuror işləyirdi, institut qurtarmışdı, prokuror işləyirdi. Ama bilirdik ki Ənişin oğludur. O biri Firidun İbrahim'in qardaşı oğludur. Dedik ki cavandır, gelsin cemiyetin üzvü olsun. Firidun İbrahim'i seçtik cemiyetin sədri. Çünkü bizim faaliyetimiz rəhmətlik ruhu şad olsun Heydər Əliyevin vaxtında Cavadov qardaşlarıydı deyəsən də. Cavadov qardaşları vuruşmuşdu. Sonra biri ölmüştü burada, biri gitmişti Tehran'da. Onun özünün, necə bizim yerimiz var, onun özünün de orada ona şərait yaratmışlar. Yoldaş Əliyev İran'a gedəndə demişti ki, bizim əleyhimizə Tehran'da işləyən var belə. Onlar da demişler ki, bizim de əleyhimizə sizdə firqədə işləyən var. Onda yoldaş Heydər Əliyev deyib ki, İranlı cəmiyyətləri var orada. Yığışırlar, cəmiyyətləri var, bir yere yığışırlar, toyda, yasda filan. Bizim firqənin adını çəkməmişdi. O vaxtdan bəri də elə həmişə də firqənin adı rəsmi surətdə getmir. Burada cəmiyyətin adı İranlı Pənahəndələr, Qaçqınlar Cəmiyyəti gedir. Amma əsas işi firqədir, fərqi yoxdur. Ad ayrıdır. İndi o işi tapşırmışıq Firidun İbrahimiyə. Yoldaşlarımız çoxdur burada, yaxşı yoldaşlarımız var, özlərini qurban verən yoldaşlarımız var. Firqə fəaliyyət edir. Məşhur günləri bayram keçiririk. Mənə 21 Azər medalı veriblər. Bu medal Pişəvəri hökumətində, milli hökumət zamanı bizim generallarımıza veriblər. Bunu sağ olsunlar Firidun, Həsən, yoxdur burada. Bunlar fikirləşiblər ki, mənə bu medalı versinlər. Mən də bunu fəxrlə taxıram. 21 Azər. Adilə xanım, sizi bu medal alındığınız münasibətindən təbrik edirik. Çox sağ olun. Əziyyət çəkdiniz, gəldiniz, bizə vaxt ayırdınız, müsahibə verdiniz. Buna görə də minnətdarlıq eləyirəm. Sizə həm uğur arzulayıram, həm sağlamlıq arzulayıram. Çox sağ olun. Əziz tamaşaçılar, bildiyiniz kimi qeyd elədim. Müsahibimiz Adilə Çernikovləndidir. Adilə xanım tibb üzrə fəlsəfə doktorudur, həkimdir. Həkim kimi fəaliyyətini uzun illər davam elətdirib, indi təqaüdə çıxıb. Xahiş edirik, verilişinə baxın, bəyənin, paylaşın ki, Adilə xanımın bu gözəl çıxışın, xatirələrin daha çox adamlar eşidə bilsin.